barışmalıdır. Kız, ne danışsan? Namus qiliyyət budur. Namus qiliyyət gəlib deməkdir ki. Şüphelenip de o sırada... Ben sana bir söz diyeyim. Şəfiqə xanıma sənin kimi ailələr lazımdır ki, o öz hökmünü, yaxşı vəkil olduğunu göstərsin. Amma sənin 2 dənə oğlun var. Onlara ata lazımdır. Şəfiqə ata olmayacaq onlara. Heç vaxt olmayacaqdır. Mən deyirəm. Amma o kişiyə, o oğlanlar lazımdır. Sən burada pafosla danışma. Niyə pafoslu? Sizdən öyrənmişik də. Ona görə ki, onu biabr elədi. Niyə ailənin dağılma? Kim istəmir o ailə barışsın burada? Hamısı istəyir. Niyə? Niyə istəmirsiniz? Tərtəmiz qızdır. Tərtəmiz qızdır. Qiriyyətli oğlandır. Niyə də barışmazsınız? Mən istəmirəm. Sizə nə var o ailədə? Qazaxda yaşayırlar. Nə var? O mənim nümayəndədir, xalqımın nümayəndəsidir. Siz onun 50 qəpik. Mən də sənə vəkil verəcəyim, öz 2 dənə vəkil verəcəyim. Və mən sənə bir söz deyim. Bu ölkədə bu günəcən İlhamə Quliyeva işi, bir dəqiqə İlhamə xanım. İlhamə Quliyeva 50 min ala bilməyən Şəfiqə xanım səndən 50 min alacaq. Şəfiqə xanım mənim ürəyim damı yaxşıdır. Yox. Şəfiqə xanım, o qızın namusu qiriyyətində barışmalıdır. Ne danışsan? Namus qiliyyət budur. Namus qiliyyət gəlib deməkdir ki. Şüphelenip de o sırada... Kız bunu istəyir mi? Barışsaz ha. Sizə təzdən 30 Bakıda saniyəlik ara var. öz puluma toy eləməsin. 200 nəfər toyluq olmaram. Mən bunu burada deyirəm. Eləməsəm ha sizə ya. Toyluq olmaram. Bilirsən niyə? Çünki 22 yaşında kızı 2 oğlanla 600 maddedir. Bu Fredon qiyməti bir dəqiqə. Şəfiqə xanım. Mən uşaq saxlayıram. Bu Fredon. Bir dəqiqə deyəni. Sen bilirsən bunun qiymətini eşkədir. Bilirsən bunun qiymətini eşkədir. 59 manat da ayda 4 tane gelir bundan. Sen 200 manatdan uşaq böyütməyəcəksin. Yalandan pafsı danışmayın. Ağıllı ol, sen mənim qızım yaşındasan. Sen bu rayonda Allah açıq gəzməlisin. Şəfiqə sabah sənin balalarına gəlib baxmayacaq.